Xoş gördük. Bugünkü izahlı təhlilimizdə biz travma nəzəriyyəsinin o qaranlıq, amma bir o qədər də füsunkar dünyasına baş vuracaq. İnsanın sağalma instinktlərinin psixologiyasını birlikdə araşdıracaq. Yəni, bədənimizin fərqində belə olmadan bizi necə qoruduğunu və bəzən sadəcə ayıb olmasın deyə bu möhtəşəm müdafiə sistemimizi necə susturduğumuzu danışacaq. Maraqlıdır, elə deyilmi? Yaxşı, gəlin lab əvvəldən məsələyə belə bir provokativ sual verərək başlayaq. Qaranlıq, adamın qanını donduran o qorxulu hekayələri oxumaq əslində bizi real dünyadakı təhlükələrdən xilas edə bilərmi? Yəni, qorxunu simulyasiya etmək bizim sağ qalma şansımızı artırırmı? İlk baxışdan bu, kiməsə sadəcə adrenalin axtarışı və ya əyləncə kimi görünə bilər. Amma inanın mənə, bunun arxasında sözün əsl mənasında həyat qurtaran, olduqca dərin bir psixoloji mexanizm dayanır. Baxın, məhz burada inokuyativ qeyri-bədii ədəbiyyat adlanan çox maraqlı bir konsepsiya ortaya çıxır. Bilirəm, adı biraz qəliz səslənir, amma mahiyyəti çox sadədir. Bu, müəlliflərin bizi dəhşətli ssenarilərlə idarə olunan, təhlükəsiz bir mühitdə üz-üzə qoyduğu xüsusi bir janrdır. Məqsəd nədir? Gələcəkdəki real travmalara qarşı psixoloji bir peyvənd yaratmaq. Necə ki, həkimlər xəstəliyə qarşı immunitet yaratmaq üçün bizə o virusun zəiflədilmiş versiyasını vururlar, eynilə bu mətnlər də beynimizə simulyasiya edilmiş travma yeridir ki, sabah gerçək bir təhlükə ilə üzləşəndə nə edəcəyimizi bilək. Bu mövzunun necə addım-addım açacağımıza qısaca nəzər salaq. Birinci, psixika üçün təlim düşərgəsi anlayışına baxacaq. İkinci, incəsənət dəhşəti ilə təbii dəhşətin fərqini ayırd edəcək. Üçüncü, qorxu hədiyyəsini anlayacaq. Dördüncü hissədə sağalma siqnallarının necə dinləməli olduğumuzu öyrənəcək və ən sonda mövzuya müasir dövrün prizmasından yenidən obyektiv qiymət verəcək. Gedək. Birinci bölməmiz psixika üçün təlim düşərgəsi. Gəlin travmanın inokulyasiyasının, yəni bu dediyimiz psixoloji peyvəndin akademik köklərini birlikdə araşdıraq. Gəlin əvvəlcə qorxunu necə emal etdiyimizin o analitik, elmi təməlini qoyaq. Brigham Young Universitetindən tədqiqatçı Jacob Hodge'nin 2008-ci ildə yazdığı həqiqətən də çox diqqət çəkən bir dissertasiyası var. O sübut edir ki, dəhşət mediası, qorxulu ssenarilər bizi sadəcə əyləndirmək və ya yerimizdən atlandırmaq üçün mövcud deyil. Onlar bizim gələcəkdə yaşaya biləcəyimiz o izah olunmaz ağır travmaları anlamaq üçün beynimizdə bir ön yaddaş formalaşdırır. Bilirsiniz, Sigmund Freud da öz travma nəzəriyyələrində deyirdi ki, travma əslində hadisənin özündən çox beynimizin ona hazırlıqsız yaxalanmasından yaranır. Bax, məhz bu cür qorxu mediası beynimizi o dəhşətli hazırlıqsız şokundan xilas edir. Əslində, qorxu kinosunun əfsanəvi rejissoru Wes Craven tam da bu fikri müdafiə edirdi. O deyirdi ki, qorxulu filmlərə baxan gənclər əslində bu vizual simulyasiyalardan psixikaları üçün bir növ təlim düşərgəsi kimi istifadə edirlər. Bir anlıq düşünün, onlar o qorxunu, o stresi ekranda, yəni tam təhlükəsiz bir yerdə yaşayaraq, reallıqda qarşılaşacaqları ağır həyat mübarizələrindən sağ çıxmaq üçün daxili bir cəsarət, bir dözümlülük qazanırlar. Sanki beyinləri üçün bir məşq zalına gedirlər. Keçək ikinci bölməyə. İncəsənət dəhşət və təbii dəhşət. Bəs görəsən zehnimiz bu simulyasiya edilmiş təhlükələri gerçək təhlükələrdən necə ayırır? Baxın, bu çox maraqlı nüansdır. Nəzəriyyəçi Noel Carroll qorxunu iki yerə ayırır. Təbii dəhşət və incəsənət dəhşət. Təbii dəhşət nədir? Təsəvvür edin, meşədəsiniz və üstünüzə əsli ayı qaçır. Bu, həqiqi və olduqca dərin bir fizioloji panika yaradır. Bədəniniz tam sağ qalma rejiminə keçir. İncəsənət dəhşəti isə isti evinizdə, divanda otura-otura ayı hücumu haqqında kitab oxumaqdır. Bu, simulyasiyadır. Bizə təhlükəsiz bir məsafədən travmanın qorxusunu, iyrəncliyini yaşamağa imkan verir. Amma maraqlı olan nədir bilirsiniz? Təhlükəsiz olsa da bədənimiz yenə də reaksiya verir. Tüklərimiz biz-biz olur, ürəyimiz döyünür, bizi tər basır. Yəni, beyin yenə də məşqini edir. Üçüncü bölmə, qorxu hədiyyəsini anlamaq. İndi isə gəlin bu qəliz akademik nəzəriyyələri götürüb gerçək gündəlik həyatımıza gətirək. Bəs bu nəzəriyyə populyar mədəniyyətdə necə işləyir? Gavin de Becker'in dünya miqyasında böyük səs-küy yaratmış Qorxu hədiyyəsi kitabı bu mənada sanki dahi bir stratejiya istifadə edir. Kitab, həqiqi, adamın dərini ürpərdən təqib və zorakılıq hekayələrini danışır və bunu edərkən bilərəkdən incəsənət dəhşət ilə təbii dəhşət arasındakı o incə sərhədi silir. Müəllifin məqsədi nədir? O istəyir ki, oxucu şuuraltı olaraq biraz yaralansın, dərindən sarsılsın. Elə sarsılsın ki, oxucunun beynində qalıcı, qırılmaz bir psixoloji həyəcan sistemi, bir növ daxili siqnalizasiya formalaşsın.
Bu hekayələri oxuyub qurtardıqdan sonra əldə etdiyiniz o qorxu hissi gələcəkdə hər hansı bir həyati təhlükə anında ani bir sağalma alətinə çevrilir. Əslində o, qorxunu bizə həqiqətən bir hədiyyə kimi təqdim edir. Lebecker kitabında oxucudan bir şey xüsusilə tələb edir. Qorxu ilə narahatlığı bir-birindən qəti şəkildə ayırın. Qorxu, indiki, yəni məhz bu an baş verən təhlükə zamanı yaranan, sizi dərhal hərəkətə keçməyə məcbur edən, yüksək dərəcədə intuitiv və faydalı bir sağalma siqnalıdır. Bəs narahatlıq? Narahatlıq sadəcə və sadəcə təxəyyülümüzün məhsuludur. O, tamamilə xəyali, gələcəyə fokuslanmış, reallıqda bəlkə də heç vaxt baş verməyəcək şeylərə xərclənən vaxt itkisidir. Paradoks ondadır ki, biz illərlə baş verməyəcək o xəyali şeylər üçün dayanmadan narahat oluruq, amma burnumuzun ucundakı gerçək qorxu anında hiss etdiyimiz intuisiyamızı tez-tez israrla göz ardı edirik. Bu da bizi gətirir 4-cü bölməyə. Sağalma siqnallarını dinləmək. Gəlin De Beckerin işindən həyatımızı xilas edəcək bəzi praktik nəticələr çıxaraq. Bəs bu gerçək sağalma siqnalları gündəlik həyatda necə görünür? Təhlükəli insanlar bizim daxili müdafiə sistemimizdən necə yan keçməyə çalışırlar? Baxın, zoraki və ya pis niyyətli insanlar çox vaxt fərqinə belə varmadan insident öncəsi indikatorlar adlanan bəzi xəbərdar edici siqnallar verirlər. Məsələn, təsəvvür edin kimsə siz istəmədən süni bir güvən yaratmaq üçün sizə yersiz vədlər verir və ya daxili intuisiyanızı çaşdırmaq, diqqətinizi əsas məsələdən yayındırmaq üçün hekayələrinə normadan artıq lazımsız detallar əlavə edir. Sizinlə heç bir ortaq tərəfiniz olmadan biz bir komandayıq kimi süni bir həmrəylik yaratmağa çalışır və bunların içində ən təhlükəlisi sizin ağzınızdan çıxan xeyir sözünü eşitməkdən, qəbul etməkdən qətiyyətlə imtina etməsi. Bugün bura qədər danışdıqlarımızın içində bəlkə də ən vacib, ən həyati dərsi deyirəm sizə. Xeyr, büdöv bir cümlədir. Bəli, bu qədər sadə. Çox vaxt cəmiyyətin bizə uşaqlıqdan aşıladığı o nəzakətli olmaq, xətirə dəyməmək qaydaları bizi ən böyük təhlükələrin içinə atır. Manipulatorlar məhz sizin bu nəzakətinizdən, kimsə inciməsin deyə xeyir deməkdən çəkinməyinizdən qidalanırlar. Yadınızda möhkəm saxlayın, əgər kimsə sizin xeyrinizi qəti bir son kimi deyil, sanki inandırmanın, bazarlığın başlanğıcı kimi qəbul edirsə, bilin ki, o şəxs qətiyyən sizi eşitmir. O sadəcə və sadəcə sizi idarə etməyə çalışır. Öz intuisiyanıza güvənmək və ən əsası onu qorumaq üçün bu 3 sadə amma çox güclü addım atmalısınız. Birinci addım, o içinizdəki tam izah edə bilmədiyiniz, amma dayanmadan sizi narahat edən hissi dərhal qəbul edin. Bəzən beynimiz təhlükəni bizə qara yumor vasitəsilə çatdırır. Bunu əsla yox saymayın. İkinci addım, təhlükənin məntiqə sığdırıb ona bəraət qazandırmaqdan əl çəkin. Öz-özünüzə, yəqin ki özüm uydururam, şişirdirəm və ya əslində yaxşı insana oxşayır axı deməyi dayandırın. Və üçüncü, ən həlledici addım, axmaq görünməkdən, qəribə baxılmaqdan və ya kobud olmaqdan heç vaxt, amma heç vaxt narahat olmayın və dərhal o təhlükəli situasiyanı, məkanı tərk edin. İnanın mənə, heç kimin qırılan xətiri sizin həyatınızdan, təhlükəsizliyinizdən daha dəyərli deyil. Və gəldik sonuncu, 5-ci bölməmizə, müasir yenidən qiymətləndirmə. Gəlin bu deyilənləri ictimai rəyin və müasir tənqidin məhkəməsinə çıxaraq. Çünki bilirik ki, hər bir nüfuzlu mətndə olduğu kimi, biz bu kitabında müasir dövrün reallıqları qarşısında necə tab gətirdiyinə tam obyektiv baxmalıyıq. Unutmamalıyıq ki, qorxu hədiyyəsi uzaq 1997-ci ildə yazılıb. Təbii olaraq, bugünün oxucuları haqlı olaraq vurğulayırlar ki, bu kitabın təklif etdiyi çərçivə smartfonların, kiber təqiblərin, sosial medianın yaratdığı yeni, mürəkkəb rəqəmsal təhdidlərdən çox-çox əvvəl mövcud idi. Eyni zamanda o, bugünkü interseksional, yəni çoxşaxəli ictimai fərqindəliyi də tam əhatə etmir. Bir sözlə, dövr çox dəyişib. Amma buna baxmayaraq, kitab yenə də insanlara güclü təsir etməyə davam edir. Bir tərəfdən, müasir auditoriya hələ də bu əsəri onları cəsarətləndirdiyi və təhlükəli insanlara qarşı həddindən artıq güzəştə getməməyi öyrətdiyi üçün tərifləyir. İnsanlar minnətdarlıqla qeyd edirlər ki, bu kitab onlara intuisiyalarına yenidən etibar etməyi və cəmiyyətin vurduğu o əsassız nəzakət zəncirlərini qırmağı öyrədib. Bir çox oxucu üçün o, həqiqətən də dünyanı necə gördüklərini və orada necə davrandıqlarını kökündən dəyişib. Lakin digər tərəfdən, kəskin tənqidçilər çox haqlı və tərəfsiz şəkildə kitabın bəzi kör nöqtələrini də önə çəkirlər. Məsələn, müəllifin bir qadın ikinci dəfə vurulursa, o könüllüdür kimi fikirləri bugün çox kəskin, həm də haqlı etiraz doğurur. Tənqidçilər qeyd edirlər ki, bu cür ifadələr məişət zorakılığı mövzusunda qurbanı günahlandıran olduqca problemli və qəbul edilməz bir dildir. Həmçinin kitabın fərqli irqlərə və ya qruplara qarşı yaranan ön mühakiməli, irqi motivli qorxularla real ehtiyat reaksiyalarını ayırmaması da ciddi çatışmazlıq kimi tənqid olunur.
Təbii ki, burada bizim işimiz tərəf tutmaq deyil, həm faydalı məsləhətləri, həm də bu önəmli tənqidi fərqindəliyi sizə tam şəffaf və balanslı şəkildə çatdırmaqdır. Bütün bunları, istər o mükəmməl akademik xilasetmə üsullarını, istərsə də haqlı cəmiyyət tənqidlərini nəzərə alaraq, mən bugünkü izahımızı sizi düşündürəcək çox vacib bir sualla yekunlaşdırmaq istəyirəm. Heç düşünmüsünüz, siz özünüz sadəcə nəzakətli olmaq, kiminsə xətrinə dəyməmək və ya başqalarının gözündə qəribə görünməmək xatirinə öz daxili sağalma siqnallarınızı göz ardı edirsinizmi? Növbəti dəfə o daxili həyəcan siqnalınız işə düşəndə siz ona qulaq asacaqsınız, yoxsa saxta bir nəzakət naminə təhlükəyə gülümsəyəcəksiniz. Bax, bu həqiqətən də üzərində dərindən düşünməyə dəyər bir məsələdir. Diqqətinizə görə təşəkkürlər.